Artımların olması üçün videonu bəyənin və kanala abunə olun. 2026-cı il üçün sosial ödənişlər sahəsində planlaşdırılan artımlar cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə pensiyaların indeksləşdirilməsi və sosial müavinətlər üzrə gözləntilər vətəndaşların real gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Orta aylıq əmək haqqının artımı fonunda pensiya və müavinət mexanizmlərinin necə tənzimlənəcəyi sosial siyasətin əsas gündəm mövzularından biridir. Mövzu ilə bağlı Nocoment az açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, 2026-cı il üçün pensiyalarda orta aylıq əmək haqqının artımına uyğun olaraq təxminən 9,2 indeksləşdirmə və artım proqnozlaşdırılır. Bu artım pensiyaların nominal məbləğinin yüksəldilməsinə və real gəlirin qorunmasına hesablanıb. Ekspertin sözlərinə görə, proqnozlara əsasən orta aylıq pensiya 590 manata yaxınlaşacaq və əmək pensiyaları üzrə büdcə xərcləri artırılacaq. Akif Nəsirli qeyd edib ki, sosial müavinətlər və digər nağd yardımlar isə pensiyalardan fərqli olaraq ayrıca mexanizmlə tənzimlənir və onların avtomatik şəkildə orta əmək haqqı artımı ilə eyni faizdə indeksləşdirilməsi hələlik qanunvericilikdə əksini tapmayıb. Bununla belə, 2026-cı ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və kompensasiyalar üçün nəzərdə tutulan vəsaitin 2 milyard manatdan çox olması və əvvəlki ilə nisbətən təxminən 9,1 artması sosial ödənişlər sahəsində ümumi dəstəyin gücləndirildiyini göstərir. Mənim fikrimcə, 2026-cı il üçün planlaşdırılan artımlar müsbət istiqamətdə atılmış addım kimi qiymətləndirilə bilər. Lakin burada əsas məsələ təkcə faiz artımı yox, real alıcılıq qabiliyyətinin qorunmasıdır. Əgər inflyasiya səviyyəsi pensiya və sosial ödənişlərdəki artımı üstələyərsə, nominal yüksəliş vətəndaşların gündəlik həyatında ciddi rahatlama yaratmaya bilər. Pensiyaların orta aylıq əmək haqqına indeksləşdirilməsi mexanizmi prinsip etibarilə daha ədalətlidir. Çünki iqtisadi artımın nəticələrinin pensiyaçılara ötürülməsini təmin edir. Lakin sosial müavinətlərin bu mexanizmdən kənarda qalması gələcəkdə pensiya alanlarla müavinət alanlar arasında real gəlir fərqinin dərinləşməsinə səbəb ola bilər. Bu baxımdan müavinətlər üçün də daha şəffaf və proqnozlaşdırılan indeksləşmə mexanizminin qanunvericilikdə əksini tapması məqsədə uyğun olardı. Digər vacib məqam isə ondan ibarətdir ki, sosial xərclərin artırılması paralel olaraq sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə müşayiət olunmalıdır. Yəni dövlət yalnız məbləği artırmaqla kifayətlənməməli. Bu vəsaitlərin həqiqətən ehtiyacı olan təbəqələrə effektiv çatmasını təmin etməlidir. Ümumilikdə isə 2026-cı il üzrə pensiya və sosial ödənişlərdə artım sosial siyasətin prioritet olaraq saxlanıldığını göstərir. Lakin uzunmüddətli perspektivdə əsas hədəf davamlı iqtisadi artım, aşağı inflyasiya və sosial ödənişlərin bu proseslərə uyğun çevik tənzimlənməsi olmalıdır.